Gəlin maraqlı bir sualın izahına bir yerdə baxaq. Asan yoxsa çətin olduğunu da siz bildirərsiniz. Deməli, ilk öncə mən burada paralel xətləri görürəm. Bunlara bir diqqət etmək lazımdır. Düşünək ki, baxın, deyir ki, DC YF-yə paraleldir. Və o zaman mən burada bir kəsən görürəm. Gəlin o kəsənimizi də uzadaq. O zaman iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən buradakı 140 dərəcə, burada 140 dərəcəyə bərabər olar. Düz dedikmi? Məncə düz dedik. İndi məndən x-i soruşur. Mən belə bir paralelliyə daha baxa bilərəm. Gəlin bir də buna baxaq. AK paraleldir BC-yə. Və onları kəsən bir xəttimiz də var. İki paralel düz xəttin üçüncü ilə kəsişməsindən onda mən buradakı x bucağının da buradakı x bucağı olduğunu taparam. Daha sonra 140-ın qonşusu buranı 70 taparam. X bucağını da tapmaq üçün 66-nın üstünə 70 gələrəm və x-i tapmış olaram.